Deməli, yeni bir ailəvi məkan tapmışam. Burada yox söhbəti yoxdur. Əvvəlcə ondan başlayım ki, məkan Baku Garden adlanır. Badamdarda yerləşir. DTX hospitalının arxasında. Burada maşın saxlamaq problemi yoxdur. Çünki parkinq üçün çox geniş həyəti var. Həyətə girirsən, genişlik adama ləzzət eləyir. Bundan başqa qəşəng dizayn edilmiş hər cür qonaq sayına uyğun kabinetləri var. Hətta bir kabinet var, çox genişdir də, yəni bura kabinet deməyə adamın dili gəlmir. Uzunsov zal desək daha doğru olar. Burada rahatlıqla banket, nə bilim, xeyir iş, korporativ tədbir filan keçirmək olar. Özü də qabaqdan yeni il gəlir, şirkətlər buranı rahatlıqla bron eləyə bilərlər. Gələk yeməklərinə. Xalodunlarına söz yox, adamın üstə Allah var, çox keyfiyyətlidir. Ən çox bəyəndiyim alma əzməsi, süzmə, ev sayağı kalbası oldu. Gedəsi olsaz mütləq yoxlayın. Bura təkcə süzməyə görə gəlmək olar da yəni. Digər məhsulları isə standart idi, yəni hər yerdə necə burada da elə. İsti yeməklərdə isə əfsanəvi kababları var. Kababçıları kimdirsə ustad deyə biləcəyimiz adamdır. Lüləsi bir aləm, nə bilim, quzu bastırması başqa aləm. Doğrudan ən son harda belə ləzzətli kabab yediyim yadıma gəlmir. Ət adamın ağzında əriyir. Quzu hələ həyatımda bu qədər yumşaq olmayıb. Sonra bizə Əfqan qazanında qaymaqda bişmiş maça gətirdilər. Uşaqlar dedi ki, bu biraz ədviyyatlı olsa daha ləzzətli olardı. Amma ət o qədər gözəl bişmişdi ki, çəngəli yaxınlaşdıranda paralanırdı. Heyf ki, biraz tox vaxtımıza düşdü. Açığı buranı mən özüm üçün də kəşf etmiş oldum. Sizə də tanıtdırdım ki, səviyyəli və hərtərəfli məkan axtarsaz Baku Garden-a baş. Dostlar, kanalıma abunə olmağı və bol-bol şərhlər yazmağı unutmayın. İzlədiyinizə görə təşəkkürlər.